Değerli izleyiciler, hamı salamlayıram. Budur bizim növbəti gün və növbəti tıraş icmalımız. Bugünkü tıraş deməli videonun səbəbkarları olacaqlar. Belə çox balaca bir simuk fırçası donuz qılından olan. Çox xoşuma gəlir, çox qıvraq və kifayət qədər performansı öz yerində olan bir fırçamızdır. Növbəti iştirakçı olacaq Orxan abi tərəfindən bizə deməli burada nümayiş üçün verilən Method Man adlı shaving krem. Bir sözlə görək performansı necə olur. Çox belə nazik bir dozator var. Görək bizim həmişəki qabımıza bunu biraz boşaldıq. Artısı bir bu qədər alındı. Sonra aftershave olaraq bizdə olacaq Insana Man adlı belə bir aftershave. Rossmann dükanlarda satılır. Əgər rastınıza gəlsə əldə edə bilərsiniz. Çox klassik, qəşəng bir qoxu var, xoşa gələn. Bir sözlə çox xoşuma gəlir. Dark Ocean'dır seriyasının adı deyə burada yazılıb. Və görək. Yadımdan çıxdı bu alkoqol free-dir yoxsa alkoqollandır biraz. Əziyyət çəkərəm o suala cavab vermək, amma sonda bilməyəcək. Astra tiyələri niyə görə indi anlayacaqsınız məni. Deməli, çox hörmətli Şahin abi tərəfindən yenidən 3D printerdə deməli print olunmuş belə bir tərəfli üz qırxan. Düşünürəm 3 hissədən ibarətdir. Bəli, elədir ki var. Budur sapı. Biltəsi, xüsusi stoperlər var tiyəni yerləşdirmək üçün. Burada gördüyünüz kimi hər iki tində stoperlər var. Bir sözlə və qapağı. Budur stoperlər üçün burada xüsusi yerlər. Bir sözlə gəlin biz bizim tiyəni iki yerə bölək. Yəni iki variantım var idi. Hazır artıq dönülmüş dermaşart tiyələrim var. Amma Şahin abi məsləhət gördü ki, məhz astranı istifadə edək. Ona görə astranı belə bölürük iki tərəfə. Və bizə aid olan hissəni buradan çalışaq götürək ehtiyatla. Çox ehtiyatla. Budur. Budur Astra tiyəmizin bir parçası. Digər parça tarixə boğuşur. Quyruq qırağa. Və maraqlısı nədir? Bu deməli əyilən tinlər üçün burada bir yer də var. Və tiyəni yerləşdirərkən üzürlü sayın gəlin mən sizə çalışın nümayiş edin. Budur, görsünüz burada bir növ çuxur var. Biz bu qırılan tərəfi çalışaq həmin çuxura salaq. Budur, stoperlər tərəfindən də tiyə saxlanılır. Üst qapağı ilə örtürük. Budur, keçdi. Wow! Tiyə qapaq altından kifayət qədər çıxır. Bilməm nə dərəcədə xoşa gələn və ya xoşa gəlməz bir haldır. İndi görəcəksiniz. Yəni, o deməkdir ki, vibrasiya kifayət qədər olacaq. Budur. Qəp çox kiçikdir. Yox, qəp də var. Təxmini 1 milliyə yaxın var qəpi. Burada da qıraqları azca olsa da belə qıraqlardan hiss olunur. Biraz da sıxaq. Görək nə gəlir başımıza. Fırçamızı tam sıxırıq. Azad edirik sudan. Tamamilə. Budur. Qoyuruq qırağa və çalışırıq köpürtməyə. Bu da deyəsən köpükləmir. Bu
Bunlar nə kremlərdir? Axı burada köpürən yazılır. For smooth, comfortable shave. Infused with argan oil, shea butter. Çox maraqlıdır. Yenə də krem köpüklənmir və yenidən biz istifadə edəcəyik Derby kremimizi. Budur. Orxan abi üzürlü say. Çox üzürlü say. Köpüklənmir. Beləliklə Derby krem. Mən dəyərli izləyicilər, üzrlü sayın, yadıma düşdü ki, üzümü yaxalamamışdım. Tez bir zamanda yaxaladım, təzdən köpükləndirdim və başlayırıq. Birinci pərdə hardasa gün yarım, yəni 36, bəlkə 40 saatlıq saqqalımız və görək nə gəlir başımıza. Mən bir tərəfli 3D printerdə deməli çap olunmuş Astra tiyələrlə, təzə yeni Astra tiyələrlə olan üz qırxanımız. Budur yoldaşlar, birinci pərdə sona yetdi. Nə deyə bilərəm? Performansı kifayət qədər öz yerində olan bir üz qırxandır. Böyümə istiqamətdə ümumiyyətlə heç bir problem olmadı. Yəni ki, çox qəşəngdir, artıq DFS-dir. Yəni çox qəşəng qırxdı. Görək ardı nə gəlir? Üzümüzün bu böyümənin əksinə, tərsə üzümüzü qırxsaq nə olacaq?
Məncə tıraş sona yetdi. Tez bir zamanda özümüzü yaxalayaq, görək nə gəldi başımıza. Görək nə kimi tıraş alınıb bizdə. Mən eynək və mikrofon çıxardıb qayıdıram yanına. Dark Ocean adlı, deməli, Rossmann Isana Men adlı, belə deyim, müəssisəyə aid olan aftaşeyvimiz. Çox qəşəng, klassik, çox möhtəşəm bir, çox xoşa gələn belə bir qoxusu var bu aftaşeyvdə. Budur, dozator var, amma ehtiyatlı olun. Birdən küllü miqdarda içkiləri görək. Oo, yandırdı. Alkogolludur yoldaşlar. Deməli yoldaşlar, tıraşımız sona yetdi. Çox qəşəng aftaşeyvdi, qoxusu çox qəşəng, xoşuma gəlir, klassik, belə deyək, o oceana, okeana, flana aid olan bir qoxudur. Çox qəşəng, xoşuma gəldi və hiss olunur ki, bu bizim Derby Okeanos esintisi adlı krem sabını belə tamamlayır bu qoxu, xoşuma gəldi. Və beləliklə bu bizim deməli Derby krem sabunu haqqında bir söz deyə bilmərəm. Özünüz şahid oldunuz ki, necə bizi vəziyyətdən çıxartdı. Qaldı ki, bu shaving krem, mən belə anladığım qədər bu son iki bu kremlər Orxan abi tərəfindən təqdim olunan. Bunlar hansı hallarda istifadə olunar? Əgər bərbərxanalarda ki, konturları görmək üçün onu tez bir zamanda, yəni üzə çəkib deməli tıraş edilməsi və beləliklə ülgücü asanlıqla bir belə deyək, hansı bir əski ilə təmizləmək üçün. Yəni suda yaxalayıb onu təmizləmək olmur. Mütləq və mütləq silinməlidir. Mənə elə gəlir ki, bu krem deməli shaving kremlər, tıraş üçün olan kremlər məhz o işlərə daha uyğun gələr. Tevari üz qırxanlarda mənə elə gəlir ki, yox. Yəni ki, ilişəcək, tıxlanacaq, yuyulmayacaq, təmizlənməyəcək. Bu bizim deməli aftaşeyv fırça. Fırça çox qəşəngdir. Çox təəssüflər olsun ki, qılatır. Çox təəssüflər olsun. Yəni ki, istəməzdim, amma atır indi. Düzdür, o küllü miqdarda yox, amma yenə də atır. Performansı çox gözəldir, çox qəşəngdir, çox qıvraqdır. Tez bir zamanda deməli üzrlü sayın, mən bunu yuyum, görsədim sizə. Tez bir zamanda deməli köpükləndir bu krem sabunu. Nə deyimsə, üzdə çox yumuşaq, çox qəşəng hisslər bəxş edən bir üz qırxandır. Fırçamızdır, sorry. Və Semug Herditas'dır nədir onun adı. Deməli, vaxtı ilə bunu deməli mənə çox hörmətli Rəhman abi tərəfindən deməli əldə etmişdim ondan. Çox xoşuma gəldi və o gün bugün çox xoşbəxtəm ki, bu kimi bir fırçam var. Belə fırça haqqda, üz qırxan haqqda yoldaşlar əsas səbəbkar. Deməli Astra tiyələr deməli tamamilə doğru, yəni seçimdir məncə. Yəni həm yumşaqdılar, həm də kifayət qədər kəskin və itidirlər. Üz qırxan haqqda nə deyə bilərəm? Bu vaxta kimi istifadə etdiyim 3D printerdə çap olunmuş üz qırxanların arasında ən adekvatı bu üz qırxan oldu. Və bilmirəm nə qədər davamiyyəti olacaq, nə qədər praktik olacaq bu üz qırxan. Yəni bir il fəaliyyət göstərəcək, əgər arda-arda üzümüzü qırxaq, 2 il, yaxşı bir ay, bir həftə, bilmirəm. Amma performansı xoşuma gəldi, pis deyil. Onu mütləq deyim, qeyd edim. Burada mənim gözüm həmin anı seçir, siz bilmirəm
biləcəksiniz burada yoxsa yox. Bu deməli biraz əyilir, qapağı əyilir, içəri gedir və tiyəni beləliklə azca tilləri qalxır. Azca, çox yox, azca. Bu kimi bir hal var. Ola bilsin nədirsə optik bir illüziyadır, mənim gözümə elə görsənir. Amma hiss edirəm ki, belə bir şey var. Performansa heç bir təsir etmədi bu məqam. Performansda deməli bu Şahin abi vurğuladı ki, bu ümumiyyətlə bütün plastik 3D printerdə çap olunmuş üzqırxanlar gündəlik tiraj üçündür. Üstəgəl əksinə nəzərdə, yəni özü qırxmayıb heç vaxt, gündəlik deməli böyümə istiqamət və çəpinə qırxır. Amma bizdə burada əksinə gedir və mikro çapıqlar alınır. Mən bu çapıqların alınmasını bağlayıram səpkilərlə, üzü yaya gedir, bu əsasında boğaz hissədə. Çox xırda, çoxlu bir çapıqlar əmələ gəlmişdi. Amma üzümü sərin su ilə yaxaladım, baxmayaraq ki, spirtli aftaşevi istifadə etdim, canlanmadılar. Yəni ki, burada qanama falan yoxdur. Tərtəmiz belə tıraş alındı və onu da deyim ki, DFS++ yoldaşlar, belə boğazda, çənin altında belə biraz da işləmək olar, amma dəyməz. Təbii ki, bu üzqırxanın maksimum bacardığı bu idi. Təzyiq etməyə ehtiyacı olmadı, hələ öz çəki, yüngül çəki altında. Yəni performansı çox xoşuma gəldi, yəni təzyiq etməyə ehtiyacı olmadı. Nə böyümə istiqamətdə, nə də əksinə. Həmin bu sözləri digər bu plastik 3D printerdə çap olunmuş üzqırxanlara mən aid edə bilmərəm. Bu nəticə bunun performansı qəşəngdir. Düşünürəm ki, bu deməli hal nəyə görə baş verib? Buradan mən görürəm ki, gəp kifayət qədər böyükdür, 1 milliyə yaxındır. Üstəgəl görünən odur ki, ekspozisiyası da var kifayət qədər. Keçən dəfə mən istifadə etmişdim bu üzqırxanı. Bu üzqırxan bir çox yerdə topa saxlamışdı oradan buradan. Bu üzqırxan saxlamayıb, yəni tərtəmiz tıraş bəxş edir. Yəni tıraşdan sonra mən yenə də düzgün qabağında bir çox yerləri yəni məcbur oldum düzəldim. Bakembardları, xəttləri sala bilmədi, yəni alabula eləmişdi bu bakembard yerləri. Dodaqların qıraqları, buraları saxlanmışdır. Bir sözlə burnun altı qalmışdır. Yəni bir çox yer burada boğazın altında qalmışdır və məcbur oldum digər bir alətlə bir də tez bir zamanda üzümü qırxım. Yəni bu kimi faktları sizə deyirəm. Amma burada çox qəşəng, yəni xoşuma gəldi. Xoşuma gəldi. Əgər tıraşı müqayisə etsək, yəni kifayət qədər yəni ki, performansı yüksək oldu. Üstəgəl qiymətini bilmirəm. Düşünürəm ki, hardasa 10 manat civarında olar. Bu 3D printerdə print olunmuş üzqırxanı harda olunub, necə olunub, harda əldə edilib bilmirəm. Şahin abi verib, yəni ki, götür, nümayiş elə, gör necə olacaq, nümayiş etdim. Söz verdiyim kimi, yəni arda-arda çəkdim bu videoları, bu 3D printerin bu son 2 üzqırxanların deməli testi və çalışacağım bu günləri ya maksimum sabahları siz artıq YouTube'da bu videonu görəcəksiniz. Digər videolara deməli müqayisədə hansılar ki 3-4 həftə sonra siz görürsünüz. Bunları dərhal sonra sizə nümayiş edirəm. Beləliklə mən sizinlə sağollaşıram yoldaşlar. Yenə də hamıya təşəkkürlər, kimlər ki dəstək oldu bizim kanala. Like-la, bilmirəm, aksesuarla, hər necədirsə, kommentlə təşəkkürlər. Çox sağ olun, var olun, gələn görüşünə dək. Sağ olun.